Salam değerli dostlar. Bugün müəllimlərimiz üçün isimdən sınaq tipli 5 testimiz var. Onları işləyəcəyik. Bu videoya həm sertifikasiyaya hazırlaşanlar, həm də müəllimlərin işə qəbuluna hazırlaşan ibtidai sinif müəllimləri baxa bilərlər. Bu testlərin davamını istəyirsinizsə kanalımıza abunə olursunuz, bəyənirsiniz, paylaşırsınız. Biz növbəti videonu çəkməzdən öncə analiz eləyəcəyik. Əgər abunə sayımız çox olarsa davam eləyəcəyik. Yəni dediyim kimi bunun davamının gəlməsi sizdən asılıdır. Nə edirsiniz? Öncədən vərəqdə yazırsınız, nömrələyirsiniz, mənlə paralel işləməyə başlayırsınız, yəni sualları cavablandırırsınız. Məsələn, məndən öncə ekranı dayandırıb belə birinci sualı cavablandırıb vərəqdə qeyd edə bilərsiniz. Daha sonra məsələn A, B, C, indi cavab nə olsa onu qeyd edə bilərsiniz. Daha sonra ekrana vurub açırsınız və mənim izahımla yoxlayırsınız. Birinci sualda nə istəyir? Sən qüdrətin sirrini bilirsən cümləsində altından xətt çəkilmiş sözlə bağlı düzgün fikirləri müəyyən edin. Düzgün fikirlər lazımdır. Birinci seçimdə qeyd olunub ki, sadə isimdir. Bəli, sirrin üzərində hər hansı bir leksik şəkilçi yoxdur, qrammatik şəkilçi var. Sadə isimdir, bu fikir doğrudur. Yəni 1 bizim doğru cavablar sırasında verilməlidir. Ona görə C variantı ilə E variantını doğru cavablar sırasından çıxarıram. Yerlik haldadır. Yerlik halda deyil, təsirlik haldadır. Həmçinin qeyri-müəyyən təsirlik haldadır. Hardan bilirəm? Sən qüdrətin sirrini asanlıqla bərpa eləyə bildim. İ şəkilçisi burada. Artıq burada mənsubiyyətsə ikincisində təsirlik hal şəkilçisi olmuş olur. Yəni bu söz təsirlik haldadır. Və xəbərin yanında gələn təsirlik halı xəbərin yanından uzaqlaşdırsaq, həmin şəkilçini rahatlıqla bərpa eləyə bilərik. Gəlin uzaqlaşdıraq. Qüdrətin sirrini sən bilirsən. Baxın, xəbərin yanından uzaqlaşdırdıq, avtomatik olaraq i şəkilçisi əlavə olundu. Həmin şəkilçi indi hansı şəkilçidir? Təbii ki, təsirlik hal şəkilçisidir. Sirrini, nəyi bilirsən, təsirlik halının sualına cavab verdi. Yəni, yerlik halda deyil. Bu fikir yanlışdır. Əgər bu fikir yanlışdırsa, demək ki, 2 olan variantları götürə bilmərəm. Beləcə, A və B variantları doğru cavablar sırasından çıxarılır. Doğru cavab D variantı olur. Üçüncü şəxsin təkinin mənsubiyyətindədir. Qüdrətin sirri, baxın, yerlik hal şəkilçisi və özündən sonra da mənsubiyyət şəkilçisi tələb eləyir. Burada i mənsubiyyət şəkilçisidir və üçüncü şəxsin təkindədir. Bu fikir doğrudur. Ona görə 1 və 3'ü götürürük. Mücərrəd isimdir. Sirri gözlə görmürük. Düzdürmü? Əllə də toxuna bilmirik. Demək ki, mücərrəd isimdir. Bu fikir də düzgündür. Ona görə 4'ü də götürürük. Söz kökünün yazılışında səhvə yol verilib. Söz kökü sir hissəsidir və bu sözün yazılışında heç bir problem yoxdur. Qoşa r samiti ilə yazılır. Özündən sonra da saitlə başlayan in şəkilçisi əlavə olunanda qoşa r samiti elə olduğu kimi qalır. Yəni, bu fikir yanlışdır. Ona görə 5'i də götürmürəm. Doğru cavab oldu D variantı. İndi siz burada haqlı olaraq deyə bilərsiniz ki, müəllim, variantları niyə qeyd etməmisiniz? Yəni, A, B, C, D və yaxud da E variantı nəyə görə qeyd etməmisiniz? Bilirsiniz ki, yəni müəllimlərin işə qəbulu imtahanında iştirak edənlər, eyni zamanda sertifikasiya imtahanında iştirak edənlər bilir ki, bəzən variantları vermirlər. Yəni A, B, C, D, E formasında işarələmirlər. Sadəcə qarşısında bax bu cür xanalar qoyurlar ki, hansı ki, həmin xananı seçməklə doğru cavabı seçmiş olursunuz. Bunu niyə belə eləyirlər? Bunu mənim fikrimcə, yəni göz yayınması halı baş verir. İndi birazdan göz necə yayına bilər? Bax, onunla bağlı bir test var. O testi izah edəndə artıq orada görəcəksiniz ki, göz necə yayınır. Yəni söz oyunu ortaya qoyanda, yəni cümlənin tərkibində sözlərin sayı çox olanda artıq göz başlayır yayınmağa. Deyək ki, sən A variantını seçmək istəyirsən, artıq göz yayınır, məsələn B variantını vurursan. Belə hallar olur. Bunun da səbəbi variantların qeyd edilməməsidir. Və çalışıram ki, təbii ki, bizə görə ümumiyyətlə bu düzgün bir şey deyil. Nəyə görə düzgün bir şey deyil? Yəni bu
imtahan zamanı test tapşırıqlarının tərtibatında ciddi vizual çatışmazlıq hesab olunur. Belə ki, testlərin qarşısında A, B, C, D, Y variantları açıq və ardıcıl qeyd olunmadığı üçün sualları cavablandırarkən də ciddi çətinlik çəkirsiniz. Yəni variantların qarşısında hərflərin yazılmaması göz yayınmasına, nəticədə variantların sürüşməsinə səbəb ola bilər. Ona görə də çalışın ki, yəni ya bunu apellyasiyaya müraciət edən zaman mütləq şəkildə qeyd edin ki, yəni testlərin tərtibində ciddi vizual çatışmazlıq var. Yəni belə olan halda normalda bunu araşdırmalıdırlar. Tövsiyə olunan budur ki, ola bilər ki, qarşınıza yenə də bu tipli, yəni variantları qarşısında yazılmadan çıxarsınlar. Ona görə çalışın bu tipli testlər üzərində də, yəni bu tipli texniki məsələlər, bu tipli situasiyalar üzərində də işləmiş olasınız. İndi isə baxaq ikinci test tapşırığına. İkinci sualda görək nə istəyir? Hansı nümunədə ismin cəm, hal, mənsubiyyət və xəbərlik şəkilçilərini qəbul etmiş sözlər vardır. Sözlər olmalıdır və olmalıdır ümumiyyətlə. Cəm, hal, mənsubiyyət və xəbərlik şəkilçiləri. Gəlin baxaq. Bəli, inan ki sən ölümün belə coşqun nəğmələrdə qərar tutacaq. Birinci baxırıq ki, ölümüm sözünə, yəni isimə baxmaq lazımdır. Ümumiyyətlə sözlərə baxırıq. Ölümüm. Burada mənim ölümüm. Burada mənsubiyyət şəkilçisidir. Mənsubiyyət. Mənim ölümüm. Öz ölümüm. Əvvəlinə öz artıra bilirəmsə, yəlik alışı söz artıra bilirəmsə, demək ki, burada olan mənsubiyyət şəkilçisidir. Daha sonra baxırıq nəğmələrdə. Burada lər şəkilçisi cəm şəkilçisidir, yəni cəm şəkilçisi var. Cəm. D də yerlik hal şəkilçisidir. Hal şəkilçisidir bu da. Və bu nümunədə xəbərlik şəkilçisi yoxdur. Xəbərlik şəkilçisi yoxdur. Ona görə A variantını götürmürəm. Mənə lazımdır ki, cəm, hal, mənsubiyyət və xəbərlik şəkilçisi olsun. İndi baxıram B variantına. Baxın, indi bayaq dedim variantların sürüşməsi. İndi fikir verin, burada bir neçə cümlələr var, sözlər var və beləcə artıq toqquşma baş verir. Variantları görə bilmirsiniz və görə bilməyəndə də avtomatik olaraq deyək ki, burada B-ni vurmalısınız, avtomatik vurursunuz C-ni. Yəni, belə bir hallar ola bilər. İmtahan həyəcanını, həmin o imtahan atmosferini nəzərə alanda görə bilərik ki, həqiqətən də belə bir hal baş verə bilər. Yəni, variant sürüşməsi eləyə bilərsiniz. Ona görə də bu tipli, yəni qarşısında variantı olmayan nümunələrlə də çalışın işləyəsiniz. Yəni, bilik artıq görürsünüz ki, miqdar sertifikasiyada hər şeyi həll etmir. Bəzən bu tipli situasiyalarda yalandan qoyurlar ki, yəni bu vəziyyətdən də çıxmağı bacarmalısınız. Dünyada ən gözəl şah əsərləri yaratdı zəhmətin cəhsur əlləri. Dünyada hal şəkilçisidir, yerlik hal şəkilçisi. Daha sonra baxırıq. Əsərləri lər cəm şəkilçisidir, cəm. Mənsubiyyət şəkilçisidir, şah əsərləri mənsubiyyət. Daha sonra baxırıq. Zəhmətin yəlik hal şəkilçisidir, zəhmətin əlləri. Burada da mənsubiyyəti görürük. Yəlik, yəni hal şəkilçisidir ümumiyyətlə. Bizə lazımdır ki, hal olsun, fərqi yoxdur hansı haldır. Əsas odur ki, yəni adlıq hal olmasın da, belə deyək. Hal şəkilçisi deyirsə, yəni hal şəkilçisi, hal, mənsubiyyət, xəbərlik, cəm şəkilçiləri olmalıdır. Demək ki, adlıq hal ola bilməz də, yəni belə başa düşmək olar. Daha sonra burada da idə mənsubiyyət şəkilçisidir. İdə mənsubiyyət şəkilçisidir. Təbii ki, burada cəm şəkilçisi də var. Və burada nə yoxdur? Burada yenə də xəbərlik şəkilçisi yoxdur. Xəbərlik yoxdur. Ona görə B variantı da bizim doğru cavab deyil. Bəxtiyarsan əgər çəkdiyin əmək, cahan bağçasına versə bir çiçək. Bəxtiyarsan. Bəxtiyar burada sifətdir. San da şəxs xəbərli şəkilçisidir. Sifətin üzərindədir. Problem yoxdur. Əmək adlıq haldadır. Heç bir şəkilçi yoxdur. Adlıq hal. Adlıq
hal. Və ümumiyyətlə mənə görə, yəni hal şəkilçisi, yəni burada şəkilçiləri istəyirsə, demir ki, adlı hallı söz hal şəkilçisi olmalıdır. Yəni hal şəkilçili söz mütləq şəkildə orada olmalıdır. Mənə görə adlı hal yəni götürülə bilməz. Çünki şəkilçinin istədiyinə görə, adlı halın da şəkilçisi olmadığına görə, demək ki, bunu artıq biz indi bu testi tərtib edən Dövlət İmtahan Mərkəzidir və Dövlət İmtahan Mərkəzi də yəqin ki, mən deyən kimi yanaşar. Hal şəkilçisi dediyinə görə adlı halda da hal şəkilçisi yoxdur. Məsələn, ismin halında olan söz var, onda biz o adlı halı götürə bilərdik. Amma şəkilçini xüsusi olaraq vurğulayıbsa, demək ki, götürməyəcək və əmək sözü adlı haldadır. Daha sonra baxırıq bağçasına. Bağçası burada mənsubiyyət şəkilçisidir. Cahanın bağçası qeyri-müəyyən yerli kal. Burada da mənsubiyyət şəkilçisi. A da yönlü kal şəkilçisidir. Ö mənsubiyyət və A da hal şəkilçisi. Hal. Başqa da şəkilçi yoxdur. Yəni burada nə yoxdur? Fikir versəz görərsiniz ki, xəbərli şəkilçisi var. İndi burada söz dediyinə görə, yəni ismin cəm mənsubiyyəti demək o demək deyil ki, bu ismin üzərində olmalıdır. Yəni ismin cəm hal mənsubiyyət və xəbərli şəkilçisi qəbul etmiş söz olsun. Bu söz fərqi yoxdur da, yəni isim də ola bilər, sifət də ola bilər. Demək ki, Bəxtiyarsan sözü xəbərli şəkilçisi qəbul edibdir və burada demək bağçası mənsubiyyət şəkilçisi qəbul edibdir, A hal şəkilçisi qəbul edibdir. Yəni bu nümunədə fikir versəz, şəxs xəbəri versəniz, şəxs xəbərli şəkilçisi var, hal şəkilçisi var, mənsubiyyət var. Sadəcə cəm şəkilçisi yoxdur. Ona görə bu variantı da götürə bilməyəcəyik. Cəm. C variantı da doğru deyil. İndi baxırıq D variantına. Ağıllı adamlar cəm şəkilçisi, cəm. Yaxşı adamlar cəm şəkilçisi. Yəni adam ismi üzərində cəm şəkilçisi var. Bilik kitabdadır. Kitabdadır da hal şəkilçisidir. Yerlik hal. Hal. Dır şəxs xəbərli şəkilçisidir. Xəbərlik. Aha. Və burada nə yoxdur? Demək, cəm şəkilçisi var, hal şəkilçisi var, xəbərli şəkilçisi var, amma mənsubiyyət şəkilçisi yoxdur. Mənsubiyyət. Mənsubiyyət şəkilçisi yoxdur. Demək ki, bu variantda doğru cavab ola bilməyəcək. İndi baxırıq E variantına. İnsandır. İnsan ismi üzərində dır şəxs xəbərli şəkilçisi var. Xəbərlik. Daha sonra məhəbbətin sevinci in yerlik hal, yəni məhəbbətin sevinci birinci tərəf yerlik hal, ikinci tərəf mənsubiyyət. Yerlik hal özündən sonra mənsubiyyət şəkilçisilə söz tələb eləyir. Demək ki, burada hal şəkilçisidir, yəni yerlik haldır. Sevinci mənsubiyyət şəkilçisidir. Mənsubiyyət. Daha sonra qəmi, həmçinin i burada yenə mənsubiyyət şəkilçisidir. Məhəbbətin sevinci, məhəbbətin qəmi, yəni mənsubiyyətdir. Daha sonra anadır, yenə də şəxs xəbərli şəkilçisi hesab olunur. Daha sonra yaraları, lar cəm şəkilçisidir. Şərtə uyğun olaraq cəm şəkilçisi lar var. Hal şəkilçisi məhəbbətin in, yerlik hal şəkilçisi var. Mənsubiyyət şəkilçisi i və i, bu da var. Xəbərli şəkilçisi insandır, anadır, bu da var. Demək ki, doğru cavab E variantıdır. Keçək 3-cü testimizə. İsimlə bağlı kifayət qədər maraqlı və düşündürücü test tapşırıqlarıdır. Görək 3-cü testdə bizdən nə istəyir? Nümunədəki isimlərlə bağlı səhvi müəyyən edin. Azadlıq səhərini həsrət ilə anmısan. İstiqlal vuruşunda ocaq olub yanmısan. Üçrəngli bayrağını qanınla qazanmısan. Yaşa, ey vətən oğlu, bu torpaq üçün yaşa. Bu millət üçün yaşa, bu torpaq üçün yaşa. Zəlimxan Yaqubdan bir nümunə verilibdir. Baxaq A variantına. Yəni bu tipli testləri təhlil etmək üçün variantlardan başlamaq lazımdır. A variantında 4-cü misradakı ismin biri yerlik, digəri adlıq haldadır. Gəlin baxaq. 4-cü misra. 1, 2, 3 və 4. Bu misradan söhbət gedir. Gəlin baxaq. Biri yerlik halda olmalıdır. İkincisi adlıq halda olmalıdır. Gəlin baxaq. Vətənin oğlu qeyri-müəyyən yerlik hal. Yəni yerlik haldır. Qeyri-müəyyən yerlik hal. Vətənin oğlu, yəni özümdən əlavə edə bilirəmsə, qeyri-müəyyən yerlik halın şəkilçisi olmur, bilirik ki. Özümüzdən əlavə edə biliriksə, demək ki, qeyri-müəyyən yerlik haldadır. Vətənin oğlu,
U mənsubiyyət şəkilçili sözdür və burada hər hansı bir hal şəkilçisi olmadığına görə demək ki, bu da adlıq haldadır. Adlıq hal. Daha sonra baxırıq. Torpaq üçün. Burada torpaq adlıq haldadır. Yenə də adlıq hal. Yəni biri yerlik halda oldu, qeyri-müəyyən yerlik halda vətən sözü. İkisi adlıq halda oldu, oğlu və torpaq sözləri. Bu fikir doğrudur. Keçək B variantına. Bizə səhv lazımdır. Birinci misradakı isimlərin biri yerlik haldadır, biri təsirlik haldadır, digəri isə adlıq haldadır. Aha. Birinci misraya baxırıq. Azadlığın səhəri. Baxın, özümdən əlavə eləyə bildim. Nə oldu bu? Qeyri-müəyyən yerlik hal. Qeyri-müəyyən yerlik hal. Azadlığın səhəri, yəni ın şəkilçisi müəyyən yerlik halın şəkilçisidir və qeyri-müəyyən yerlik hala artırdım və asanlıqla tapdım. Azadlığın səhəri mənsubiyyət şəkilçisi, mənsubiyyət və səhərini artıq burada təsirlik hal şəkilçisidir. Təsirlik. Aha, təsirlik hal şəkilçisi. Demək, biri yerlik halda oldu, doğrudur. Biri təsirlik haldadır və digəri adlıq haldadır deyir. Burada da həsrəti ilə. Görürük ki, həsrət sözü burada adlıq haldadır. Adlıq. Bu fikir də doğrudur. Demək ki, səhv variant B variantı deyil. Üçüncü misradakı isimlərin biri təsirlik, digəri yerlik haldadır. Digəri yerlik haldadır. Gəlin baxaq. Demək, üçüncü misra dediyinə görə baxırıq. Hara? Gəlin onu qırmızı ilə fərqləndirək. Bir dəqiqə. Qırmızı ilə fərqləndirək. Bax, bu hissə nəzərdə tutulur. Üçüncü misrada deyir ki, biri təsirlik haldadır, digəri yerlik haldadır. Üçrəngli bayrağını təsirlik haldadır. Təsirlik. Daha sonra, qanunla qazanmısan. Öz qanunla, əgər öz artıra bilirəmsə, sənin qanunla yerlik hallı söz artıra bilirəmsə, demək ki, bu mənsubiyyət şəkilçisidir, yəni adlıq halda olan sözdür. Demək, yerlik halda yox, adlıq haldadır. Bilirsiniz ki, mənsubiyyət şəkilçili sözün üzərində hər hansı bir hal şəkilçisi olmasa, demək o adlıq halda olur. Adlıq. Yəni, təsirlik halda olan söz var. Bayrağını sözü. Amma yerlik halda olan söz yoxdur. Həmin söz adlıq haldadır. Və buna görə də doğru cavab olur C variantı. İkinci misradakı isimlərin biri yerlik, biri yerlik, digəri isə adlıq haldadır. İkinci misraya baxırıq. İstiqlal vuruşunda, istiqlalın vuruşu qeyri-müəyyən yerlik haldır, qeyri-müəyyən yerlik hal. Baxın, yer yoxdur. Ona görə bu cür qarışıq görsənir. Gəlin, fərqli bir qələm seçək bunun üçün. Bir qədər fərqləndirək. Məsələn, götürək, demək, olsun bu. İstiqlalın vuruşu. Burada oldu qeyri-müəyyən yerlik hal. Daha sonra, vuruş U, burada mənsubiyyət şəkilçisidir, mənsubiyyət. Da hal şəkilçisidir, yəni yerlik hal şəkilçisidir. İkinci misrada biri yerlik haldadır, bəli gördük. Yerlik halda da, bəli, var. Digər isə adlıq haldadır və burada yəqin ki, ocaq sözünü adlıq halda hesab edirlər. Ona görə bu variant da bizim doğru cavab deyil. Beşinci misradakı isimlərin hər ikisi adlıq haldadır. Beşinci misrada isimlərin hər ikisi millət və torpaq sözləridir. Yəni, millət üçün və torpaq üçün hər ikisi adlıq haldır. Adlıq hal və adlıq hal. Yəni, hər ikisi adlıq haldadır. Bu fikir doğrudur. Doğru cavab C variantı oldu. Keçək 4 nömrəli test tapşırığına. 4 nömrəli test tapşırığı artıq son vaxtlarda müəllimlərin işə qəbulunda və eyni zamanda sertifikasiya imtahanında çox istifadə olunan test tapşırıqlarındandır. İndi gəlin həmin testin izahını verək. Fərqli bir qələm seçim, gözünüz yorulmasın. Güllünün inadkarlığı birləşməsindəki əsas tərəflə bağlı düzgün fikirləri müəyyən edin. Əsas tərəf ikinci tərəfdir. İkinci tərəf. Bu aslı tərəfdir, bu isə əsas tərəfdir. Əsas tərəf dediyinə görə gəlin seçimlərə baxaq. Sifətdən düzəlmişdi, konkret isimdir. İndi gəlin söz yaradıcılığı ilə bağlı məsələyə diqqət yetirək. Yəni sözü kök və şəkilçi ayıraq. İnad sözün köküdür. İnadkar sifəti, inadkarlıq ismi yarandı. I da mənsubiyyət şəkilçisidir. Düzdürmü? Yəni sözün kökü
isimdir, inad ismi və bundan yarandı inadkar sifət və inadkarlıq ismi yaranmış oldu. İsim. İda mənsubiyyət şəkilçisi. İndi gəlin baxaq. Sifətdən düzəlmişdi deyir. Biz qeyd etmişdik ki, sözün hansı nitq hissəsindən yarandığını bilmək istəyiriksə, o sözün sonunda olan leksik şəkilçisinin artırıldığı sözə baxmalıyıq. Gəlin həmin sözü ayrıca yazaq. İnad, karlıq. Düzdürmü? Yəni, ı orada qrammatikdir, ondan işimiz yoxdur. İnad sözün köküydür, kar leksikdir, lıq da leksikdir. Düzdürmü? Sonuncu leksik şəkilçisi lıq şəkilçisidir. Gəlin bunu fərqli formada göstərək. Sonuncu şəkilçisi lıq şəkilçisidir. Lıq şəkilçisi də inadkar sözünə artırılıbdır. İndi gəlin fikir verək. Baxın, inad sözü isimdir, isim. Və bu isimdən inadkar sifəti yaranıbdır. İndi sifətdən düzəlmişdi dediyinə görə mən sözə baxmalıyam. Sözə baxanda da sözün başlanğıc forması nəzərdə tutulur. Yəni söz dedikdə sözün başlanğıc forması nəzərdə tutulur. Demək ki, sözə artırılan sonuncu leksik şəkilçi görək nəyə artırılıb? İnadkar sözünə. Yəni birinci inad sözünə yox artırılmayıb ki, lıq şəkilçisi inad sözünə yox, inadkar sözünə artırılıbdır. Demək ki, sifətə artırılıbdır, demək ki, sifətdən yaranıbdır. Sözün kökü isim olsa da, hər bir şəkilçi özündən əvvəlki sözdən yaranır. İndi inadkar sözü inad ismindən yaranıb. İnadkarlıq ismi isə inadkar sifətindən yaranıbdır. Yəni, sifətdən düzəlmişdi fikri doğrudur, ona görə bunu götürəcəyik. Yəni, bir olan variantlar doğru cavab ola bilər. Bunları çıxırıq, qaldıq iki variant arasında. Konkret isimdir, xeyr, mücərrətdir. Nəyə görə? Çünki inadkar anlayışını biz gözlə görə bilmirik, əllə də toxuna bilmirik və mücərrətdir. Ona görə də ikini çıxırıq. İkini çıxırıqsa əgər, demək, doğru cavab olur sadəcə A variantı. Kökü isimdir. Bəli, kökü inad ismidir. Bu fikir doğrudur. Demək ki, 3-ü də götürürəm. Kök 3 leksik, bir qrammatik şəkilçidən ibarətdir. Sözümüzdə bir kök var. 2 leksik, 1 qrammatik var. Yəni 3 yox, 2 leksik. Bu fikir yanlışdır. Üçüncü şəxsin təkini mənsubiyyət şəkilçisini qəbul etmişdi. Güllünün burada yiyəlik hal şəkilçisi, özündən sonra gələndə mənsubiyyət. I da üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisidir. Bu fikir də doğrudur. Demək, doğru cavab A variantıdır. İndi keçək 5 nömrəli test tapşırığına görək. 5 nömrəli test tapşırığında bizdən nə istəyir? Cümlələrdəki altından xətt çəkilmiş isimlərin oxşar cəhətləri hansıdır? Gəlin baxaq. Qazıntıları, dağıntıları sözləridir. Qazıntıları həyata keçirən dəstə oradan uzaqlaşdı. Qazıntıları nəyi təsirli hal şəkilçisi qəbul edibdir? Nəyi? Sualına cavab verdiyinə görə. Qaz sözün kökü olarmı? Bəli, olar. Təbii ki, maye qazdan söhbət getmir də. Dilimizdə qazmaq feili də var. Qazmaq feilinə qazıntı ismi əmələ gəlibdir. Lar cəm şəkilçisidir. I da təsirli hal şəkilçisidir. Hardan bilirəm? Əvvəlini öz artırın. Öz qazıntıları həyata keçirən dəstə oradan uzaqlaşdı deyə bilmirəm. Onun qazıntıları həyata keçirən dəstə oradan uzaqlaşdı deyə bilmirəm. Deyə bilmirəmsə, demək ki, orada mənsubiyyət yox, hal şəkilçisidir, o da təsirli hal şəkilçisidir. Yəni, nəyi sualına cavab verir. Və dilimizdə sarsıntı sözüdür, dağıntı sözüdür. Bu sözlərin kökü sars və dağ sözləri deyil. Bu sözlərin kökləri dağıntıdır və sarsıntıdır. Nəyə görə? Çünki dağdan dağıntı yarana bilmir. Sözün kökü dağıntıdır. Yəni, dağdan dağıntı necə yaransın? Dağ başqa bir anlayışdır, dağıntı başqa bir anlayışdır. Lar cəm şəkilçisidir, I da təsirli hal şəkilçisidir. Yenə də nəyi sualına cavab verir? Öz dağıntıları yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Onun dağıntıları yaradan səbəbləri aradan qaldırmaq lazımdır deyə bilmirəm ki. Deyə bilmirəmsə, demək ki, təsirli hal şəkilçisidir və nəyi sualına cavab verir? İndi gəlin baxaq. Quruluşca düzəltmədir. Birinci sözümüz düzəltmə olsa da, ikinci sözümüz sadə sözdür. Yalnız qrammatik şəkilçilərdən ibarətdir. Oxşar cəhətləri dediyinə görə biri çıxıram.
Yəni 1 olan variantlar mənim doğru cavabım ola bilməz. Mənsubiyyət şəkilçisi ilə işlənibdir. Bunların üzərində olan o I şəkilçisi mənsubiyyət şəkilçisi deyil. Yəni üçüncü şəxsin təki və ya cəmi ümumiyyətlə mənsubiyyət şəkilçisi deyil. Demək ki, deməli hal şəkilçisidir və mənsubiyyət şəkilçisi deyil. Bu fikir yanlışdır. Ona görə 2 olan variantı da götürə bilmərəm. Hal şəkilçisi ilə işlənibdir. Bəli, təsirli hal şəkilçisi var hər ikisinin üzərində. Deməli bu fikir doğrudur. Yəni I və I. Bu fikir doğrudur. Sonra 4-ə baxaq. Feildən düzəlib. Gəlin görək feildənmi düzəlib? Qazmaq feilindən düzəlibdir. Yəni bu söz feildir. Deyə bilərsiniz ki, bəlkə həyətdə gəzən qaz, yəni qaz, ördək bu anlamda, o qazla qazıntı arasında yaxınlıq yoxdur. Və yaxud da maye qazla da qazıntı arasında yaxınlıq yoxdur. Demək ki, bu söz qazmaq feilidir. Dilimizdə axı qazmaq feili də var. Demək ki, sözün kökü feildir. Yəni söz feildən düzəlibdir. Amma dağıntılar sözü isə dağıntı isimdir. Yəni dağ feil ümumiyyətlə nədənsə hansısa bir feildən yaranmayıbdır. Bu fikir yanlışdır. Təsriflənməyən feillə əlaqələniblər. Baxın, qazıntıları keçirən, yəni ən feili sifət şəkilçisidir. Təsriflənməyən dediyinə görə. Təsriflənməyən feillər hansılar idi? Feili bağlama, feili sifət və məsdər idi. Dağıntıları yaradan. Və burada da an feil sifətin şəkilçisidir. Bu fikir doğrudur. Bunu da götürürük. Gəlin, seçək. Yəni 5-i götürməliyik. Ümumi isimdir. Ümumi isimdir, bəli, demək qazıntı sözüdür, dağıntı sözüdür, ümumi isimdir və bu fikri də götürürəm. 3, 5, 6. Doğru cavab oldu. Hansı variant? Təbii ki, B variantı. Əziz müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Və daha çox hansı mövzulardan izah istəyirsinizsə, bu videonun rəy hissəsində qeyd edə bilərsiniz. Və tövsiyəm budur ki, yəqin ki, axıra qədər bütün variantları işlədiniz. Neçə səhv, neçə düzünüz oldusa, onu da rəy hissəsində qeyd edə bilərsiniz. Və bizə dəstək olmaq üçün həmçinin bu özünüzə dəstəkdir. Yəni kanalımıza abunə olmağı yaddan çıxarmayın və videonu daha çox paylaşın ki, daha çox abunə sayına çataq və biz də sizi daha çox təəccübləndirək. Belə ki, sertifikasiya imtahanına dəstək məqsədi ilə sürpriz videolarımız var. Həmin videoları istəyirik təqdim edək. Təbii ki, bunun üçün abunə sayının artması lazımdır. Və bunun üçün də siz bizə dəstək olmalısınız. Düşünürəm ki, növbəti videoya qədər artıq bizim abunə sayımız bir xeyli artmış olacaq. Belə, sonda isə bir daha qeyd edeyim ki, əgər siz bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs qruplarımız haqqında, sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.